Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzinə yaxın yerdə, gözəl bir yerdə 4 otaqlı bir şəxsi tikili bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev. Gördüyünüz kimi evin xarici görünüşü, həyətində yüngül var, yaşıllıq var, üzüm çardağı var. Burada giriş darvazasıdır. Gördüyünüz kimi də rahat həyətinə maşın daxil olur. 2-12 sotun içində inşa olub. 4 otaqlı evdir. Yeri gözəl yerdə yerləşir. Nəzərinizə çatdırım ki, mərkəzə çox yaxın yerdə, mərkəzdir demək olar. Orada yerləşir. Abidə, Quruquna, məscidə yaxın ərazidə yerləşir. Gördüyünüz kimi həyətyanı sahəsinin bax belə burada yayda oturmaq üçün belə üzüm çardağı var. Belə yüngül var, gül çiçəkləri var, yaşıllıqları var. Həyətinə tamet daşları düzülüb, drapları qoyulub. Keçən indi evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Birbaşa qalxırıq evin içi ilə. Yuxarıdan buradan bir dənə də belə həyəti belə ətraflı belə çəkirəm. Gördüyünüz kimi də həyətyanı sahəsi səliqəli, səhmanlıdır. Buradan daxil oluruq evin içinə. Ev 4 otaqlı evdir. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, şəxsi tikili evdir. Gördüyünüz kimi dəhlizə haradasa 1.70-1.80-dır. Girən kimi sağ tərəfdə burada 12-14 kvadratlıq bir mətbəxdir. Mətbəxi gördüyünüz kimi mebellər evin üstündə qalır, kombi sistemləri evin üstündə qalır. Qapıları təmiz taxta qapılardır, hörmətli izləyicilər. Bura qonaq otağıdır, 4-ün 6-ya 24 kvadratlıqdır. Ev yaşayışlı evdir. Təmiri normaldır. Kim alsa istədiyi kimi burada evin təmirini, yəni aborlarcadır, zövqünə uyğun dəyişə bilər. Amma hal-hazırda qiyməti də yəni münasibdir. Bugünkü vəziyyətdə mərkəzdə belə bir ev qiymət 4 otaqlı evlər yoxdur. Yəni ətraflı məlumatlar sizə verəcəm. Demək, sol tərəfdə burada bir geniş yataq otağı var. Haradasa təxmini bir 16 kvadratı olar. 15-16 var, rahat. Gördüyünüz kimi evin yan tərəflərindən də tam rahat işıq düşür pəncərəsindən. Bir yataq otağı buradadır. Uşaq otağıdır demək olar. Qonaq otağını çəkdim. Yəni bu otaqların təmiri də normaldır. Yəni hal-hazırda bugünkü vəziyyətdə yaşayışlı evdir. Yaşayışlı da yaxşıdır. Burada bir də yenə 12-14 kvadratlıq bir yataq otağıdır. Pəncərəsindən də görürsünüz, bütün rahat, tam rahat işıq düşür evin içinə. Yəni evin pəncərəsinə heç bir maneə törətmir. Yaxınlıqda heç bir nə tikinti, nəsə heç nə yoxdur. Gördüyünüz kimi də pəncərədən tam rahat işıq düşür. Sonda dəhlizin sonunda burada sanuzel hissəsidir. Sanuzel hissəsi də gördüyünüz kimi duş kabinası, moydatı rəzadır. Hamısı bu yerdə sanuzel. Təmiri də normal, yaxşı vəziyyətdədir. Hörmətli izləyicilər. Yəni ev haqqında bütün məlumatlarını sizə verdim. Qurqaboyda qoşa daşdan inşa olunub. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagramda, TikTok'da seç, al, əmlak səhifələrini takip edirsiniz. Orada istədiyiniz qiyməti evləri izləyirsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasın. Sənədi, yəni qeydiyyat propiska iləndir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Birbaşa propiska eləmək də mümkündür. Hörmətli izləyicilər, yəni evin adresinin ünvanı var. Qiymət də 105.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə danışacaqsa son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Yeri qəşəng yerdə yerləşir. Yəni mərkəzdə demək rahat şəhərin hər iki tərəfinə çıxışına da yaxşıdır. 20 yanvar tərəf, üzü azadlıq tərəfə də getmək mümkündür. Yaxşıdır, rahatdır. Qiyməti də 105.000, yenə qeyd edirəm. Real alıcı olsa endirim olmağına olacaq. Allah ev olmayanlara da yenə gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satana da. Amin.